Cevşenül Kebir, Böyük Zireh duası. Sıxıntı və bəlalardan qurtulmaq üçün dua. 7-ci bölüm. Ərəbcəsi. Ya gafirəl xataya, ya kəşifəl bəlaya, ya muntəhər rəcaya, ya mucziləl ataya, ya vəsi'əl hədaya, ya raziqəl bəraya, ya qadiyəl munaya, ya sami'əş şəkaya, ya ba'ithəs səraya, ya mutliqəl usara. Subhanəkə la ilahə illə əntəl əmanul əmanu, xəllisnə minən nar. Duanın mənası. Ey xətaları bağışlayan, ey bəlaları uzaqlaşdıran, ey ümidlərin ən son və ən uca mərcisi, ey ehsanları bol olan, ey hədiyyələri çox olan, ey məxluqatı ruziləndirən, ey ölülərə hökm verib vaxtında yaradan, ey şikayətləri eşidən, ey ehtiyac içində olanların imdadına ordular göndərən, ey maddi və mənəvi əsarət içində olanları azadlığa qovuşduran Rəbbimiz. Subhanəsən ya Rəbb, səndən başqa ilah yoxdur, səndən aman diliyirik, qoru bizi cəhənnəmdən. Amin. Ya Rabbəl aləmin.